Atmosfer hadisələri ilə bağlı dərsin davamını izah edirəm. Mövzu havanın nisbi və mütləq rütubətliliyidir. İlk öncə gəlin görək ümumiyyətlə havada su hansı hallarda mövcud olur? Su 3 aqreqat halında mövcud ola bilər. Maye, buxar və buz halında. Gəlin görək buxarlanma nə deməkdir? Günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir. Buxarlanma su dövranının ən vacib ünsürlərindən biridir və buxarlanma il ərzində 1 kvadrat santimetr səthdən buxarlanan suyun miqdarına deyilir. Yəni 1 kvadrat santimetr səthdən nə qədər su buxarlanırsa buna buxarlanma deyilir. Və buxarlanmanın qiyməti küləkdən, temperaturdan, yağıntıdan və səth örtüyündən asılı olaraq dəyişə bilər. Quru səthində buxarlanan suyun miqdarı heç vaxt düşən yağıntının miqdarından artıq ola bilməz. Məsələn, yer səthinin hər kvadrat santimetr sahəsinə il ərzində 1020 mm yağıntı düşür. Buxarlanmanın miqdarı hər kvadrat santimetr üçün də 1020-dir. Çünki dedik ki, buxarlanmanın miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Yağıntıların miqdarı və buxarlanma kəmiyyəti hər yerdə eyni deyil. Hər ikisi, yəni həm yağıntının miqdarı, həm də buxarlanma qabiliyyəti ekvatordan qütblərə doğru dəyişir. Məsələn, havanın temperaturunun yüksək olmasına baxmayaraq, elə ola bilər ki, buxarlanma miqdarı az olsun. Bu nəyə görə olur? Misal üçün, tutaq ki, tropik səhralardır. Səhralarda bilirik ki, su ehtiyatı az olur. Burada yağıntı da az olur, su ehtiyatı az olduğuna görə yağıntı da az olur. Və səhralarda temperatur şəraiti 2000 mm-ə qədər suyu buxarlandıra bilər. Amma burada yağıntı az olduğu üçün və səthdə su olmadığı üçün burada buxarlanan suyun miqdarı az olur. Amma buxarlandırma qabiliyyəti təbii ki də dediyim kimi 2000 mm-ə qədər ola bilər. Bəs mümkün buxarlanma və yaxud da buxarlanma qabiliyyəti nəyə deyilir? Müəyyən bir temperatur şəraitində 1 kvadrat santimetr səthdən maksimum buxarlana bilən suyun miqdarına buxarlanma qabiliyyəti deyilir. Temperatur nə qədər yüksək olsa, mümkün buxarlanma da o qədər çox olur və yaxud da az olanda az olur. Mümkün buxarlanma ilə deməli, faktiki buxarlanmanın fərqi nə isə rütubət defisitliyi deyilir. Buxarlanmanın ən böyük qiyməti quruda, ekvatorial ərazilərdə, su səthində isə okeanlarda tropik enliklərdə müşahidə edilir. Ən kiçik qiyməti isə tropik səhralarda müşahidə edilir. Amma mümkün buxarlanmanın maksimum göstəricisi tropik səhralardadır, minimum göstəricisi isə qütbətrafı səhralardadır. Xəritələrdə buxarlanmanın kəmiyyətinin eyni olduğu nöqtələri birləşdirən xətlərə izoqamillər deyilir. Daha sonra suyun buxar halından maye halına keçməsinə kondensasiya deyilir. Buxar halından bərk hala keçməsinə isə sublimasiya deyilir. Bu mövzuda bir də havanın rütubətliliyi anlayışı var. Havanın rütubətliliyi o deməkdir ki, havada daimi su buxarı var. Buna havanın rütubətliliyi deyilir və havanın rütubəti onun ən əsas elementlərindən biri sayılır. Temperaturdan asılı olaraq havada su buxarı saxlama qabiliyyəti dəyişir. 1 kubmetr havada su buxarı saxlama qabiliyyəti və temperatur yüksəldikcə 1 kubmetr havada suyun buxarı saxlama qabiliyyəti də artır. Temperatur aşağı düşdükcə də 1 kubmetr havanın su buxarını saxlama qabiliyyəti də aşağı düşür. Baxın, qeyd elədim ki, 1 kubmetr havanın saxlaya biləcəyi su buxarının miqdarına mütləq rütubətlilik deyilir. Burada nəyə görə su buxarı deyirik, onu başa salım. Çünki su havada buxar halında mövcud ola bilər. Maye və yaxud da buz halında mövcud ola bilməz. Maye halında mövcud olsa, ola bilər əslində. Amma artıq o yağış şəklində yer səthinə düşür və yaxud da şəhə çevrilir. Buna görə də biz deyirik ki, 1 kubmetr havanı saxlaya biləcəyi su buxarı. Nisbi rütubətlilik isə 1 kubmetr havanı saxlaya biləcəyi su buxarının faizlə ifadə olunmasıdır. Havanın temperaturu ilə nisbi rütubətlilik tərs mütənasibdir. Çünki havanın temperaturu aşağı düşdükcə nisbi rütubətlilik artır. Amma nisbi rütubətlilik artdıqca yağış yağma ehtimalı da artır. Və havanın rütubətliliyi hiqrometr və yaxud da psixometr cihazları ilə ölçülür. Daha sonra nisbi rütubətlilik əgər 30%-ə qədər olarsa,
Buna quru hava deyilir. 30-60%-ə qədər olan normaldır. 60%-dən çox olan isə ifrat rütubətli sayılır artıq. Amma havanın temperaturu ilə havanın su saxlama qabiliyyəti düz mütənasibdir. Doymuş hava nəyə deyilir? Müəyyən temperaturda 1 kub metr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, buna doymuş hava deyilir. Məsələn, ekranda yerləşdirdiyim şəklə baxın. Yuxarıda dərəcələr yazılıb, aşağıda isə qramları yazılıb. 30 dərəcə temperaturda 1 kub metr havada maksimum 30 qram su ola bilər. Və yaxud 20 dərəcədə maksimum 17 qram ola bilər, 10 dərəcədə 9 qram, 0 dərəcədə 5 qram, mənfi 10 dərəcədə 2,5 qram, mənfi 20 dərəcədə isə 1 qram ola bilər. Və artıq məsələn 30 dərəcə temperaturdur və 1 kub metr havada 30 dərəcədən çox su buxarı olarsa, bu zaman yağıntı baş verir. Gəlin havanın nisbi rütubətliliyi ilə bağlı belə bir məsələyə baxaq. İlk öncə yadınıza salım ki, nisbi rütubətlilik deyəndə dedim ki, faizlə hesablamalıyıq. İndi gəlin məsələnin şərtinə baxaq. Məsələnin şərtində deyir ki, 20 dərəcə temperaturda 1 kub metr havanın tərkibində 8,5 qram su buxarı var. Nisbi rütubətliliyi tapın. Buradan bayaq bir cədvəl yerləşdirmişdim və orada neçə dərəcə temperaturda maksimum nə qədər su buxarı ola bilərsə o qeyd edilmişdi. İndi baxaq. Bizə deyir ki, hava 20 dərəcədir. 20 dərəcədə 1 kub metr havada maksimum 17 qram su buxarı ola bilər. Ona görə 17 qramın qarşısına yazırıq 100%. Və deyir ki, havanın tərkibində 8,5 qram su buxarı var. 8,5 qramın qarşısına isə x yazırıq. Burada mən 7,5 yanlış qeyd eləmişəm. Onu siz 8,5 kimi təsəvvür eləyin. Yəni, nisbi rütubətliliyi tapanda tənasüb quraraq tapacağıq. Buradan da x-i tapırıq ki, 50%-dir. Yəni, nisbi rütubətliliyi 50% oldu. Daha sonra gəlin belə bir məsələyə baxaq. Məsələnin şərtində deyir ki, temperaturu 30 dərəcə, nisbi rütubətliliyi 45% olan hava 20 dərəcəyə qədər soyuyarsa, onun nisbi rütubətliliyi nə qədər olar? Deməli, burada nə edirik? 30 dərəcədə 100% yazırıq, 30 dərəcəyə 100%, x-ə isə 45% yazırıq. Çünki biz havada neçə qram su olduğunu tapmalıyıq. Burada 30 qram yox, 30 dərəcənin qarşısında 100% olacaq. Orada səhv gedib. Və biz tapdıq ki, havada 13,5 qram su buxarı var. Daha sonra nə edirik? Bizə deyir ki, havanın temperaturu 20 dərəcəyə qədər soyudu. Hava soyudu, amma havadakı rütubət dəyişmədi. Havadakı rütubət eyni olaraq qalır. Və yadımıza salırıq. 20 dərəcədə maksimum 17 qram su buxarı ola bilər. Ona görə yerindən tənasüb qururuq. 17 qramın qarşısına yazırıq 100%, 13,5 qramın qarşısına yazırıq x. Buradan da x-i tapırıq ki, 79,4%. Yəni 20 dərəcədə havanın rütubətliliyi, nisbi rütubətliliyi 79,4% oldu.